bilirsiniz, aprelin 30-dan mayın 1-nə keçən gecə Valpurgiya gecəsidir. Belə də ifritələrin və iblisin bir yerə yığışıb, yəni hainlər elədiyi gecədir deyilir. Həmən gecə cadugərlər ən əsas, yəni Xadaboy gecədir ki, artıq başlayırlar, bir həftədən əvvəldən başlayırlar cadularını eləməyə. Yəni ehtiyatlı olun. Yenə deyirəm, yuxuda işarələr olur. Pəncərə şüşə sınıb, evdə yuxuda görürsünüz. Evə oğru girmək istəyir, ya qapını bağlamaq istəyir, kimsə evə girmək istəyir. Bu cadunun ilkin əlamətlərdir. Elə qədər qəbirstanlıq cadusu ki, yuxuda dünyasını dəyişəni görürsünüz. Oram ağrıyır, bura ağrıyır deyir. Qəbirdə artıq hara basırıbsa qəbir cadusu ona kimi. Həm də demişdik, yəni kəfən casusu onun kimi elə bir yuxuda ki, yatdığınız mələfə ilə ya proselə sizi boğur. Belə.